9 yaşında onunla birlikte olduğu diyen bir təfəkkür, bir din, bir hədis anlayışı ola bilərmi? Fikirləsə nəyə gətirir, hansı məsələni? O məsələni gətirir ki, bizim cəmaat işləyir də. Yəni, Rusiyada publika işləyir. Cəmaat görür, nəyi qəbul eləməz, onu gətirir. Hiləgərdir. Təsəvvürlə, o vaxtın urfun gətirir, o vaxtın adəti. Hansı ki, o vaxtı o şey adi bir şey idi. Məryəm Yusuf Nəccarla, İsa'nın anası. Yusuf Nəccara gedəndə Məryəmin 12 yaşı var idi, Yusuf Nəccarın 94. Yəni o vaxtı bu şey adi idi. Adi idi. O vaxt urf belə idi. Nəyin ki o vaxtı? Bir 100 il, 150 il bundan qabaq bizim nənələr, babalar tez evlənirdilər. Hətta nəyin ki bizdə, müsəlmanlarda, başqa dinlərdə də tez evlənirdilər. Avropada və s. Tez evlənirdilər. Burada bir şey yoxdur. Sadəcə insanlar uzaqdır o bilgilərdən. İnsanlara belə təqdim edirlər ki, bu nədir? Hətta İbn-i Şam'ı ittiham edir. İbn-i Şam Rahiməllah'ın böyük alimi. Peyğəmbər sallallahu aleyhi ve sellem bəli evlənib. Birinci Ayşə radiyallahu anh yetim deyildi. Qalmışdı kimsəsiz. Şərəfli bir ailədən idi. Atası Abu Bakır. Anası da var idi. Əgər də eyb olsaydı, hələ Yahudilər, Nəsranilər, münafiqlər dolu idi. Qaldırlardılar bu məsələni. Bu nədir? Belə. Heç kəs heç demədi. Çünki o vaxtı bu adi bir şey idi. Görürsən, zındıqlara gətirirlər qəsdən. Gətirirlər cəmaatı, beynin oynatırlar ki, buna bax, buna bax. Bəli, indi eləməyərik. Çünki biz bu saat artıq urfda, başqa bir urfda yaşayırıq. Yəni, başqa bir yanaşmada yaşayırıq. O vaxtki yanaşması başqa idi, bu vaxtın yanaşması başqa. Aydın qardaşlar. Lakin onlar təqdim eləməyin məqsəd nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem ittiham eləməkdir. Pis göstərməkdir.